Salam, hər vaxtınız xeyir mənim sevimli izləyicilərim. Sizin çoxsaylı rəyləriniz məni ruhlandırır və mövzular nə qədər aktual olduğunu bir daha təsdiq edir. Hər an üçün sizə minnətdarım. Görüşlərimizi adətən bir mövzu ətrafında qururuq. Bugün isə diqqətimizi çox maraq yaradan bir məsələyə yönəldirik. Yaş məhdudiyyəti anlayışı. Mənə çox verilən suallardan biri. İnklüzivdə yaş məhdudiyyəti varmı? Doğrudanmı inkişafın yaşı var? Yoxsa bu insan özünə qoyduğu bir sərhəddir? Gəlin bu suala birlikdə bu videoda cavab tapaq. Bu videoda 15 yaşlı bir gəncin fikirlərini eşidəcəyik. Həyat yolunun başlanğıcında olan bir Azərbaycanlı yeniyetməsi. Salam, mənim adım Kamaldır. Mən təhsil, biznes və şəxsi inkişaf sahəsində özümü inkişaf etdirirəm. Mənim üçün öyrənmək, yeni şeylər sınamaq və insanı irəli aparan imkanları tapmaq çox vacibdir. Hazırda məqsədlərim üzərində işləyirəm. İngilis dilimi inkişaf etdirirəm, biznes düşüncəsimi öyrənirəm və yeni motivasiya edən insanlarla əhatə olunmağa çalışıram. Mən inanıram ki, uğur sadəcə başlamaq qərarı ilə başlayır. İdeal zamanı gözləmək lazım deyil. Kiçik adımlar belə böyük nəticələr yaradır. Əsas olan hərəkət etmək və davam etməkdir. Məhz buna görə mənə İnklüziv icmasının təqdim etdiyi imkanlarla tanış olmaq maraqlı oldu. Mənim üçün bu yalnız səyahət deyil. Bu yeni mühit, yeni tanışlıqlar və inkişaf deməkdir. İnsanların bir araya gəlib təcrübə paylaşması və bir-birini motivasiya etməsi məni ilhamdırır. Çünki başqalarının uğurunu gördükdə insan öz məqsədlərinə daha çox inanır. Mən düşünürəm ki, həyatda qarşımıza çıxan imkanları dəyərləndirmək, yeni şeylər sınamaq və böyüməkdən qorxmamaq çox vacibdir. İzlədiyiniz üçün təşəkkür edirəm. Unutmayın, gələcəyiniz bugün verdiyiniz qərarla başlayır. Bu hal məni 2 qat sevindirir. Çünki bu gələcəyimizin etibarlı və ümidverici əllərdə olduğunu göstərir. Düşüncələrimi bizimlə bölüşdüyün üçün təşəkkür edirəm Kamal. Bu yaşda artıq gələcəkdən, inkişafdan, perspektivdən danışır. Sizcə belə düşünmək təsadüfdürmü? Xeyr. Düzgün mühitin təsiridir. İndi isə İspaniyadan olan 18 yaşlı Markın hekayəsini dinləyək. Mark 15 yaşında ikən İnklüzivdə anasına dəstək olurdu və 18 yaşında artıq İnklüziv şirkətinin imkanlarını kəşf etmişdi. O şirkəti sevmişdi və onun üçün inkişaf etmək, irəliləmək vacib idi. Bu qısa müddət ərzində Mark beynəlxalq direktor rütbəsinə çatdı. Bu hekayə bir daha göstərir ki, yaş heç vaxt məhdudiyyət deyil. Doğru seçim, düzgün mühit varsa, hər yaşda böyük uğurlar mümkündür. İndi isə bir xanımı xüsusilə qeyd etmək istəyirəm. Bir Azərbaycanlı xanımı bu yaşda bu qədər fəal, həyat eşqili olması məni çox sevindirir. Həm də təəccübləndirir. Çünki biz özümüzə tez-tez o qədər bəhanələr gətiririk. Adım Fatma xanımdır. Sovetski Soyuzu hər yanında gezmişəm. İş belə götürdü ki, bu yaşımda mənə təklif elədilər İnklüziv şirkəti və bu İnklüziv şirkəti bütün dünyada gezməli bir yerləri təklif eləyəndə mənə ən birinci mən əlimi qaldırdım ki, mən gedirəm. Düzdür, bir 8 qadın vardı, mənimlə birgə oturmuşdular. Onlar deyildi, biz elə düşünərik, biz fikirləşərik. Mən dedim, əgər gedirsinizsə, mən gedirəm sizinlə. Elə məstayibət elədim ki, sentyabrın 1-i mən birinci dəfə şirkətlə doqvur bağladım. Deməli, pullarımı verdim və 3 ölkəni gezməyə qərar verdim. Taksidən düşmüşəm, özümə təsəvvür eləmirdim ki, gəmi bu dərəcədə möhtəşəmdir. 20 mərtəbəli gəmidir. Təsəvvür elədim, mən dayanmışam, aşağıdan baxıram gəmiyə. Evdəkilər deyir mənə ki, mama getmə günə, mama yaşlısan, 80 yaşım var. Ha, nə olar? 80 yaşında deyəm, qocayıq, yox, qoca deyil, cavanıq. Və birinci dəfə gəmiyə minəndə 3 ölkəni, Fransiya,
İspanya, Barcelona, İtalya. İtalya güzeldi. İspanya ondan da güzeldi. İnanın ki İtalya'nın böyle yerleri var ki dağlarda ne var? Dağlarda üzüm ekirlər, vinagrat. Təsəvvür edin, mən özüm mətə qaldım ki, nə qədər bunlar həyat sevən millətdir ki, bu dağlarda üzümlər yetişir. Belə möcüzədir. Və ondan əlavə, deməli, mən Qretsiyada getdik, gəldik. Abu Dhabi'ye de gittim birinci defa. Abu Dhabi'de oldum, Gresya'da. Geldim, gemide her şey yaxşıydı, güzeldi. Ne barədə? Yemek, просто все есть, отлично, her şey var. O kadar разнообразные yemekler vardı. Akşamlar restorandı. Restoranda otururdum, sana pul verirdim, zakaz verirdim. Gemiye geldim, çamadanımı attım, keyfe bakırsın. Səhər gəmi saxlayır, sən düşürsən, gedirsən, gezdirsən ölkəni, axşam saat 5-6-ya gəmiyə gedirsən. Axşam diskoteka var, oynamaq var, keyf var. Tak işte, inanın doğrudan da birinci dəfə gələndən sonra mən 10 il cavanlaşmışam. Bəlkə də 20 il. 4 dəfə kruzda olmuşam, indi hazırlaşıram 5-ci dəfədə. Hamıya arzu edirəm. Astoba cavanlara, astoba yaşlılara. Valla heç nəyə fikrini çəkməyin. Gedin, heç kimə də qulaq asmayın ki, ay gəmi belədir, ay nədir, mündər söz deyirlər. Nüfsüdür, yalan deyirlər. Adama o qədər lezzət verir. Həyat təzdən cavanlıq başlayır. Arzu edirəm hamınızı. Belə nümunələr göstərir ki, insan istəsə hər yaşda aktiv və həyat dolu ola bilər. Deməli, həyat bizə bunu sübut edir. Başlamaq üçün nə tezdir, nə də gec. 15 yaş, 18 yaş, 80 yaş. Əgər eyni fikri bölüşürlərsə, bu artıq təsadüf deyil. Bu miqyasdır. 200 ölkədən çox. Hər ölkədən belə nümunələr gətirmək mümkündür. Bu artıq yaş məsələsi deyil. Bu artıq nəsilləri və ölkələri birləşdirən platformadır. Fərqli yaşlar, fərqli ölkələr, amma eyni fikir, inklüzivdə inkişaf və gələcək var. Gənclər inanırlarsa, müdriklik təsdiqləyirsə, bu artıq bir hərəkətdir və gələcəyi ona inanıb güvənənlər qurur. Bildiyimiz kimi, hər şey insanın öz əlindədir. Və bu videoda belə bir nəticəyə gəldik ki, inklüzivdə yaş 18-dən 88-ədir. Abunə olmağı və videonu paylaşmağı unutmayın. Gələn görüşlərə dək.